Bir insanın ve bir devletin, bir cemiyetin huzur içinde yaşamasını istəyirsinizsə, barış içinde yaşamasını istəyirsinizsə, bakın buna ihtiyacınız var deyir. Bir, devletin imanı, adalet ve merhamettir. Devletindir. Devlet her kesime beraber mesafede olmalıdır. Sağçıdır, solçudur, kadındır, neye inanır, inanır mı, inanmır mı, ateist mi, dəxli yoktur. Devlet için bunların önemi yoktur. Devlet hamıya beraber mesafede dayanır ve devletin işi adalet ve merhameti temin etmektir. Devletin imanı adalet ve merhamettir deyir. Ve nihayet deyir ki işiniz, devletin ve sizin işiniz budur ki, bakın dikkat edin ne kadar büyük bir ölçü koyup. Eğer bu ölçüləri insanlıq tətbiq etsə, barış gələr, huzur gələr, qardaşlıq gələr, mehribanlıq gələr, ədalət gələr, birgə yaşayış mümkün olur. Baxın nə deyir? Çox sadə düstur bu. Deyir ki, hər kəsə ədalət. Baxın, hər kəsin altından xətt çəkirəm. Hər kəsə ədalət. Ədalət bəlli bir kəsimə aid ola bilməz deyir. Hər kəsə ədalət varsa o ədalətdir. Baxın, nə qədər böyük ölçü bu. Hər kəsə ədalət. 2. Hər kəsə mərhəmət. Yenə hər kəsin altından xətt çəkirəm. Bax, hər kəsə, bəlli bir kəsimə deyil. Hər kəsə mərhəmət. 3. Diqqət edin, hər kəsə rifah. Diqqət edin, bir qrupa yox. Hər kəsə rifah. 4. Hər kəsə güvənlik. Baxın, dünyanı xilas edəcək dəyərlər deyilmi? Təkrar edinmi? Hər kəsə ədalət, hər kəsə mərhəmət, hər kəsə rifah, hər kəsə güvənlik. Sizce Şeyh Nizami bunları hardan mayalayıb özünü? Kur'an-ı Kerim'den mayalayıb. Şeyh Nizami'nin düşüncesini mayalayan değerin adı, en önemli değerin adı Kur'an-ı Kerim'dir. Bunu ben söylemirəm, özü söylüyor. Hake Nizami ki be teyidi ust, mezre-i dane-i tevhid-i ust. Hake Nizami ki be teyidi ust, mezre-i dane-i tevhid-i ust. Nizami deyir ki, mənim mayam, toxumum, canım, ruhum, xəmirim Allahın tövhid inancı ilə yoğrulmuşdur. Tövhid inancı ilə ağlı, duyğuları, vicdanı, ruhu, qəlbi, əxlaqı, tövhid inancı ilə, la ilahə illallah inancı ilə yoğrulan bir insan nə deyər? Bax bunu deyər. Hər kəsə ədalət, hər kəsə mərhəmət, hər kəsə rifah, hər kəsə güvənlik. İnşallah bu məqaləmiz davam edəcək. Hər həftənin, xatırladıram, cümə günü satışda olacaq. Hər həftənin cümə günləri. Ala bilərsiniz, alarsınız, paylayarsınız. Xeyri yaymaq lazımdır, gözəl insanlar. Gerçəkdən böyük əmək vermişim. Oxusanız inanıram ki, mənə dua edəcəksiniz. O qədər böyük məqalədir ki, Nizaminin və Azərbaycan xalqının böyüklüyünü görəcəksiniz. Dünyaya nə qədər böyük dəyər verib, insanlığa nə qədər böyük dəyər ortaya qoyub. Lütfen alaq, paylaşaq, yayaq, xeyri çoxaldaq gözəl insanlar deyirəm. Yazırıq, yazmağa davam edəcəyik. Yasa batmaq yoxdur, ümidsizlik yoxdur, ümidsizlik şeytanın işidir. Biz əlimizdən gələn edəcəyik ki, Cenab-ı Allah'ın huzuruna gedəndə Allah'ım, gücüm çatan hər şeyi etdim deyə bilim. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Sağ olun, var olun, əziz Allah'a əmanət olun. Hər birinizə ədalət, hər birinizə mərhəmət, hər birinizə rifah, hər birinizə güvənlik olsun, sevgi olsun, barış olsun, huzur olsun, ədalət olsun, xeyir olsun, bərəkət olsun, gözəl insanlar.